Və budur dostlar. Demək biz Xorvatiyadayıq. Demək buranın adı Lipetskoye ozera belə bir şeydir. Və bura UNESCO tərəfindən qorunan belə də qoruqdur. Xorvatiyanın ən belə də gözəl mənzərəli təbiəti olan yerlərindən biridir. Hal-hazırda biz tur bələdçimizlə və tur iştirakçılarıyla marşrutumuza davam edirik. Burada bir neçə marşrut var. Biz xəritədə çəkdim. H marşrutu üzrə biz hərəkət edəcəyik. Təxmini 8-9 kilometrə yolumuz var. Həqiqətən çox süperdir. Tur boyunca ola bilsin qayıqla hərəkət də oldu. Bir də belə bir qatar olmalıdır. Bundan sonra bir dənə də tur yerimiz var. Bilə bilmədim onu. Bu turumuzdadır, yoxsa bundan sonrasındadır. Görək bizə qarşıda nələr gözləyir. İndi burada qarşıda bizi taxta köprü var. Onu keçəcəyik. Bu arada Xorvatiya keçmiş Yugoslaviya dövlətinin belə deyək də bir dövlətlərinə daxil olan dövlətlərdən biri idi. 91-ci ildə müstəqilliyini qazanıbdı. Və buradan taxta köprüdən gedirik. Burada yol var. İndi isə gedirik aşağı. Yol boyu marşrutumuzda burada şəlalə də var. Demək şəlalə burada Xorvatiyanın ən böyük şəlaləsidir, yəni hündürlüyünə görə. Və burada bir neçə iləri adda bir çox şəlalələr var. Sonra burada korona çayı olmalıdır. Onu o çayın belə deyək də üzərində o şəlalələr yaranıbdır. Bir də ən məşhur Plitvice gölü. Ben dediğim yine burada bir harita var. Yani bizim demiş marşrutumuz, ümumi marşrut budur. Buranın. Demek burada bir neçə belə göllər var. Demek burada bizim marşrutumuz H marşrutudur. Biz marşrutdan gedəcəyik. H marşrutundan.
Burada biraz geri qalmaq olmaz. Biraz sürətli getmək lazımdır. Çəkilişə görə hərdən geri qalım. Mən bax, yavaş gedəcəm.